da. Say sistemləri dedikdə nədən söhbət gedir? Say sistemləri ümumiyyətlə biz real həyatımızda özümüz də say sistemlərindən istifadə edirik. Əşyaların sayılmasında, yəni özümüz həqiqətən bilmədən istifadə edirik. Və say sistemləri iki kateqoriyaya bölünür. İki yerə bölünür. Mövqeli, Hı, mövqeysiz. bəli. Mövqeyli say sistemi nədir? Mövqeysiz say sistemi nədir? Mövqeyli say sistemi odur ki, durduğu yerdən asılı olaraq qiyməti belə deyək də oxunuşu dəyişir. Bura bax, məsələn, öz qiymətini dəyişir, belə deyək. Bax, məsələn, yazarsan bura 555. Bax, diqqət eləsən. Bu durduğu yerdən asılı olaraq öz qiymətini dəyişir. Birinci 500 dedik, sonra belə deyək 50 dedik, sonra 5 dedik. Bax, buna deyəcək mövqeyli say sistemi. Aha. Mövqeysiz say sistemi isə durduğu yerdən asılı olaraq qiyməti dəyişmir. Ona rum rəqəmlərini məsəl çəkə bilərik. Bəli. Sadəcə olaraq, bax, bu 10-dur, bu 1-dir, düzdür? Bax, bu 1 Bəli. sol tərəfdə olarsa, belə deyək, bu ondan biri çıxırıq 9 deməkdir. Bu bir sağ tərəfdə olarsa, ondan sonra 1 gəlir 10, belə deyək, 9 üstə 1 gəlir 10 eləyir. Üzr istəmək 11 eləyir. 11 edir, bəli. Aha. Yəni ki, mövqeysiz say sistemləri rum rəqəmlərdir. Mövqeyli say sistemləri də ikilik say sistemidir. Sonra onluqdur, 16-lıqdır, 8-likdir və s. Və bunlar. Bunlar da mövqeyli say sistemidir. Bu da mövqeysiz say sistemidir. Aydındır demək istədim. Bizim Aydın. mövqeysizlə Aydın. işimiz yoxdur. Sadəcə bilin ki, rum rəqəmləri mövqeysiz say sistemlərinə aid edir. İndi danışaq mövqeyli say sistemlərindən. Görək hansı mövqeyli say sistemləri var. Mövqeyli say sistemlərindən birinci var, onluq say sistemindən başlamaq istəyirəm sizə. Onluq say sistemi biz özümüz real həyatda istifadə etdiyimiz say sistemidir. Yəni ki, buradan 0-dan 9-a qədər. 3, 4, 5, 6, 7, 8, 9. 109. Burada 0-dan 9-a qədər bizim rəqəmlərimiz yerləşir. Onluq say sistemidir. Bu arada onluq say sistemi, verilən ifadənin hansı say sistemində olduğunu bilməyin üçün ayağında indeksində yazılır. Məsələn, bax, 6 onluqda. 2 onluqda, bax, bu formada yazılır. İndeksində yazılır, biləsiniz. Bəli. Məsələn, indi danışmaq istəyirəm sizə ikilik say sistemindən. İkilik say sistemi, belə deyək də, 0 və 1 rəqəmləri mövcuddur burada. Məsələn, 1 ayağındakı bu formada yazılır. Bu formada bax, belə yazılır. Və ikilik say sistemində kompüterin özünü də istifadə olunur. İnformasiya, İkilik say sistemindən kodlaşdırılır. kompüterin daxilində ikilik say sistemində saxlanır. Say sistemində saxlanır. Yadınızda qalsın, bir dənə 0, 1 bit, bir dənə 1 bit hesab olunur. Bu da bilir. Bu qaydadır. Bu da oldu ikilik. Sonra var 8-lik say sistemi var. Düzdür, magistrin qəbul proqramını çıxardıblar. 8-lik say sistemində də yenə 0-dan düz 7-yə qədər olan komponentlər. 5, 6, 7. Bəli. Bu da 8-lik say sistemi. Daha sonra var 16-lıq say sistemi. 16, 0-dan 9-a və əlifbanın A-dan F-ə qədər hərfləri. Bəli, bəli, bəli. 0-dan 9-a kimi bizim rəqəmlərimiz. Düz 9-a kimi. Sonra bu 10'dur, 11'dir. Bunlar onluq say sistemində verilən ifadə ilə qarışmasın deyə artıq belə istifadə ediblər. 10'u A hərfindən yazıblar. Evet, 11'i B hərfindən yazıblar. 12'ni S hərfindən yazıblar. 13'ü D hərfindən yazıblar. 14'ü Y hərfindən yazıblar. 15 F. 15'i də F hərfindən yazıblar. Yadımızda qalsın. 16'lıq say sistemində verilən ifadədən söhbət gedir. Bu belə. İndi biz bir şeyə diqqət eləsək, bax, bayaqdan dedik onluq say sistemi. Onluq say sistemindən böyük verilən ifadəsi 9 oldu. İkilik say sisteminin 1 oldu. 8'lik say sisteminin 7 oldu. 16'lıq say sisteminin 15 oldu. Yəni, diqqət eləsək, say sisteminin əsası say sisteminin özünün daxilində iştirak eləmir. Yəni, onluq say sistemində 10 yoxdur. İkilik say sistemində 2 yoxdur. 8'lik say sistemində 8 yoxdur. 16'lıqda 16 yoxdur. Bunu demək. 0 olduğunu ibarətdə bu. Düzdürmü? Bəli. Əvvəl.
əvvəldə sıfır olduğuna görə istifadə olunur. Yəni sıfır özdə bir rəqəm Yox. kimi Bəli, götürülür. bəli, deyə bilərsiniz. Yəni ki, ümumiyyətlə götürülmür də, özü hesab yazılmır. Aynen. Aha. İndi nədən danışacağıq? Bu onluq say sistemində verilmiş ifadə kompüterin yaddaşında nə qədər yer tutar? İkilikdə nə qədər yer tutar? 8, 16 bu formalarda danışacağıq. Onluq say sistemində verilmiş ifadə, məsələn, onluq say sistemində verilmiş ifadə, məsələn, 23. 23 Hı hı. kompüterin yaddaşında nə qədər yer tutar? 23 kompüterin yaddaşında tutduğu yeri tapmaq üçün sən belə bilməlisən. 23-nin hansı qüvvətlər arasında yerləşir? 2 üstü Aha. neçə ilə neçənin arasındadır? 2 üstü 4 ilə 2 üstü 5-in Beş. arasındadır. 2 Aha. üstü 4-dən böyükdür. Bəli. Deməli, bu o 23 ifadəsi yaddaşda 5 bit yer tutur. Bu həqiqətən də belədir. 23-ü 2-liyə keçirsən, bölürsən də, indi danışacağıq o haqda. 11 dəfə 22, 1, 11-i yenə 2-yə bölürəm, 5 dəfə 2, 10, 1, 5-i yenə 2-yə bölürəm, 2 dəfə 2, 4, 1, 2-yi yenə 2-yə bölürəm, 1, 2, 1. Diqqət eləsən 1, 2, 3, 4, 5. Görsən yaddaşda həqiqətən 5 bitir. Yəni verilən ifadə 2-nin heç bir qüvvətinə uyğun gəlmirsə, bil ki, belə deyək də, onluq say sistemində verilmiş ifadə 2-nin heç bir qüvvətinə uyğun gəlmirsə, bil ki, bu 2-nin hansı qüvvətlər arasındasa, ondan sonrakının belə deyək də, bir növ saxladığı informasiyanı özündə saxlayır. Məsələn, belə bir sual verim sizə. Sizcə 38 kompüterin yaddaşında neçə bit yer tutar? 6'nın kvadratın 6 üstü 6'nın 6 üstü 7 düzdür müəllim? Yox, 2-nin qüvvətlərini deyəsən bilmirsən, hə? Yox Buraya. mənim o şimdi say sistemi çox məndə aşağıdır. 2 üstü Nəzər 0 bilgilərdə 1'ə problem var. bərabərdir. 2 üstü 1 Hı 2'yə hı. bərabərdir. 2 üstü 2 4'ə bərabərdir. 2 üstü 3 8'ə bərabərdir. 2 üstü 4 16'ya bərabərdir. 2 üstü 5 32'yə bərabərdir. 2 üstü 6 64'ə bərabərdir. 2 üstü 7 Hı. 128'ə bərabərdir. 2 üstü 8 256'ya bərabərdir. 2 üstü 9 512'yə bərabərdir. 2 üstü 10 1024'ə bərabərdir. 2 üstü 11 2048'ə bərabərdir. 2 üstü 12 4096'ya bərabərdir. 2 üstü 13 8192'yə bərabərdir. 2 üstü 16 yazacağım bir də. Bu da bərabərdir 65536'ya. Bizə indi lazımdır 38. 38 2 ilə 2 üstü 5-dən 2 üstü 6-nın arasında. Yəni 32 ilə 64-dür. 2 üstü 5 Bəli, ilə 2 bəli. üstü 6-nın. Deməli, onda bu getdi. Yaddaşda 6 bit yer tutur. Aydındır. Aydındır. Gələn dərsimizdə bunu soruşacağım sizdən bu Çinin qüvvətləri. Oldu. Aha, Bu yaxşı. da belə. Davam edək. Yəni Aha, verilən ifadə Çinin qüvvəti nə qədər yaddaşda yer tutursa, tez bu formulu bölə də bilərsən. Yəni uzun məsələdir, amma ki. Ona görə yaxşısı budur. O cümlədən belə deyək də, kiçilik say sistemində verilən ifadə. Ya bir də bir şey, belə bir şey deyim. Onluqda verilmiş tutaq ki, deyər ki, 2 üstü 32 ədədi yaddaşda nə qədər yer tutur. 32 2 üstü 5 deməkdir. Artıq 2-nin qüvvətinə uyğunca. Bu yadında qalsın. Bunun yazılışı bir arxasında 5 dənə 0 deməkdir. Yəni ta bunu aha, bölməyə ehtiyac yoxdur. Yaddaşda 6 bit yer tutur. Yaxşı. yaxşı. Məsələn, 64 yaddaşda 7 bit yer tutur. Amma ki 63 6 bit yer tutur. Çünki 64 206 deməkdir. Bu da bir arxasında 6 dənə 0 deməkdir. Aydındır. 7 dənədir. Başa düşdük? 7 Başa bitdir. düşdüm. Bu belə. Bunları başa düşək bilək. Aha. İndi nədən danışacağıq? Kiçilik say sistemində verilmiş ifadə. Kiçilik say sistemində verilmiş, məsələn, 1, 0, 1, 1, 1. Bu ifadə kompüterin yaddaşında nə qədər yer tutur desə, 1, 2, 3, 4, 5. Neçə simvol? 1, 5 saniyə. diqqət eləsəz 5 bit yaddaşda yer tutacaq. Aydındır? Aydındır. Bu da belə. İndi qulaq as. Bax, belə bir ifadə verilib. Verilib 16-lıqda belə bir ifadə verilib. Tutaq ki, e, bir növ 8Y. Bu, belə deyək, kompüterin yaddaşında nə qədər yer tutur deyirsə, 16-lıqda verilən ifadə bunu belə eləyə bilərsən. 8Y 16-lıqda düzdür. Bunu ortadan 2-yə böl. İndi keçəcəm ikiliyə qayıdışdım. 8Y bunun üçün 8 4 2 1 qaydası var. Bunun haqqında danışacağıq. Üzr istəmək 4 2 1 qaydası var. 4 2 1.
Daha doğrusu yox, düz deyirəm, düz deyirəm. 8 4 2 1 qaydası var. 8 4 2 1 8 4 2 1. 10, 10, Y hərfi nədir? 10 adı, 11 B'de, 12 C'de, 13 D'de, 14 Y'de. Bax, 8 4 2. Onların altından 1 yazırsan, ona 14 elir də, çünki cəmi Y 14 deməkdir ona görə. Y 14'tür. Burada 14 harfini 15'ti. cəmi elirsə, onların altından 1 yazırsın. Bu da 0'dır. Başa düşdünmü bunu? Açıq desəm mənim yox. Y 15 idi axı. Y Yoxsa yox. 15 deyil, F15'dir. 14'də 15'də F15. Aha. Baxın, nə edeyim? 8 Y belə yazın. Altından Aha. yazın. 8 4 2 1. Aha. 8 4 2 1. Bu formada yazdınız mı? Sonra Bəli. belə deyək də, bunun hasının altında bu 10, 15 deməkdir, 14 deməkdir, düzdür? 8, 4, 2-nin cəmi 15, 14 eləyir də, düzdür? Bəli. Onda onların altına 1 yazın, digərlərinə 0. Aha. 8, neçə ilə neçənin cəmi olar burada? Şey aydındır müəllim, başa düşdüm. Başa Yəni düşdünüzmü? buyurun sonuncusunda 0 yazırıq, düzdürmü? Bəli, bəli, bəli. Aha. Aydın oldu. Aydındır bu. Bunun altına 1 yazarıq, bunun altına 0 yazarıq. 0 0 Görürsən 0. 4 dənə. Gördün 4 dənə. Yaxud Aydın. 16 belə deyək də 16 2 üstü 4'dür, düzdür? Bəli. Deməli bir simvol yaddaşda 4 bit yer tutur. 1, 2, 2 dənə simvol var. Onu belə deyək də 8 bit. Həqiqətən bax 1, 2, 3, 4, 5, 6, 7, 8. Aydındır? Aydındır müəllim. Bax 8 4 2 hərəsi 1 4 bit qaydası yer tutur danışması da. Başa aydındır. düşdük? Başa düşdüm bəli. Bax, bu da belə. Yəni verilən ifadənin yaddaşda tutduğu yeri tapın deyə də belə şeylərə diqqət edin. Baxın, hesablayın. Yakçiliyə də keçirə bilərsiniz. İndi qulaq asın mənə zəhmət olmasa. Bir də bax belə bir şeylər çıxacaq qabağınıza. Çevirmələrə keçməmişdən qabaq onu da demək istəyirəm. Və belə bir ifadə veriləcək. Deyəcək ki, bizə dəqiqə. Deyəcək ki, onluq say sistemində verilmiş ən böyük 3 rəqəmli ədəd neçədir? Nə Hı deyərsiniz? -hı. Onluq say sistemində verilmiş ən böyük 3 rəqəmli ədəd. Aha. Onluq say sistemin komponentləri ən böyüyü 9 olduğuna görə 999 müəllim. Yaxşı, indi sizə belə bir sual verim. Deyər ki, onluq say sistemində verilmiş ən böyük 3 rəqəmli cüt ədəd. 3 ədəd desə də 888 götürər. Yox, Yox. ən böyük cüt ədəd, ən böyük. Ən 998 Bəli, 998. Bax, buna da diqqət edin. 998. aydındır. Yaxşı, belə bir ifadə verildi. Deyəcək ki, çiliş say sistemində verilmiş, ən böyük 2 rəqəmli ədəd olsun. Fərqli. Ən böyük 2 rəqəmli ədəd. Yəni ki 10 olar da müəllim. Xeyr, ən böyük 2 rəqəmli ədəd deyirsə, ikisini də ən böyük götürün. 11. Bir, Ha, bir. şık. Başa düşdük. 3 rəqəmli Aydın. desə 3 1. Deyər ki, çiliş say sistemində verilmiş ən böyük cüt 3 rəqəmli ədəd. Cüt 3 rəqəmli ədəd. 1, 1, 1, 1. axırıncı 0 olacaq Buna da 0 minimum. götürürdü. Bir Bəli. təkdir burada. Başa düşdük. Başa düşdüm mənim, aydındır. Onluq say sistemində verilmiş ən kiçik 3 rəqəmli ədəd hansı olar? Onluq say, yəni ki mən 111 olar da. Düzdür. Ən kiçik 3 rəqəmli ədəd deyirəm. Onda 100. nə edin Aha. bilirsinizmi? Belə bir şeylər çıxanda qabağınıza. Onluqda verilmiş ən kiçik ədəd neçədir? Rəqəm neçədir? 1-dir, düzdür? Başlanğıc 0 olanmaz da. Aha. Başlanğıcda necə 0 yaz? 0 bunu necə yazın belə? Bunun bir mənası yox da. 1 yazmalıyım. Birinci. 1, orta düşü 0 yaza bilərsiniz. Aha. Ən kiçik 3 rəqəmli ədəd deyirsə, bax sonda da yenə 0 yaza bilərsiniz. 100-dür. Aydın. Deyər ki, ən kiçik 3 rəqəmli tək ədəd neçədir? 101-dir. Deyər ki, 101. ən kiçik 3 rəqəmli rəqəmlərin müxtəlif tək ədəd neçədir? 102-dir. Aydın. Demək, rəqəmlərin müxtəlif ədəd neçədir? 102 tək deyil. Başa düşdük? Başa düşdüm mən. Belə bir şeylər bir də testlərdə qabağınıza çıxar. İkilikdə də eyni prosesdir. 16-lıq say sisteminin sizcə ən böyük 2 rəqəmli ədədi neçədir? 16 say ən böyük. 2. Bəli. Ən böyük komponenti müəllim orada F-dir, hərf olaraq götürsək. Aha. Yəni ki FF gedərdi, düzdür? Evet, yaxşı. 16-lıq say sisteminin ən böyük 3 rəqəmli, üzr istəyirəm, 2 rəqəmli cüt ədədi neçədir səncə? Yəni ki orada da götürərik Y-yi. 14 14. Yox, ən böyük deyirəm. Siz onda birinci yenə F-Y. maksimum götürməlisiniz. F-Y. F-Y. Başa düşdünüzmü? Başa düşdüm mən.
Bu belə. Bu da getdi. Testlərdə birdən rabasat çıxar, biləsiniz. Ən Hı. minimaldakı iki rəqəmlə desə hamısında elə 1-0. Hamısında. Aha. Yadımızda qalsın. Bu da belə. Aha, indi nədən danışacağıq? İndi bir say sistemindən digər say sisteminə keçid. Hı. Birinci sizədən danışacağıq. Onluq say sistemindən istənilən say sisteminə keçid. Onluqda verilən ifadə. Məsələn, belə bir ifadə verilir. 29 ədədi onluqdadır. Bunu Hı. mən ikiliyə də keçirəcəm. 16-lığa da keçirəcəm. İndi yenə deyirəm, qəbuldan çıxardırlar, 8-liyə də keçirəcəm. İstənilən say sisteminə ümumiyyətlə bu qaydada keçəcək. Onluq say sistemində verilmiş ifadəni istənilən say sisteminə keçirmək üçün birinci qayda olaraq, məsələn, 2-liyə keçirirsənsə bölə bilərsən. Aha. 29-un içində 2 neçə dəfədir? 14 dəfə. 14 dəfə 28. 28, 1 düşür. Aha. 14-ü yenə 2-yə bölürəm, 7 dəfə. 14, 0 düşür. 7 yenə 2-yə bölürəm, 3 dəfə. Aha. 6, 1 düşür. 3-ü yenə 2-yə bölürəm, 1 dəfə. 1. Diqqət elə, sağdan sola da yazırıq. 1, 1, 1, 0, 1. 0, 1. Aydındır? Aydın. Aha. İndi qulaq asın. Bunu başqa cürə də yaza bilərsiniz. İkiliyə keçməkdən söhbət gedir, hazır. 29-un içində siz 2-nin ən böyük qüvvətini yazmaqla yaza bilərsiniz. 29-un içində 2-nin ən böyük qüvvəti 16-dır. Yəni Hı 2 -hı. üstü 4. Üstə gəlinsin. 16-nın üstünə neçə gəlsə 29 edir? 13. 13 Aha. qaldı, düzdür. 13-ün içində 2-nin ən böyük qüvvəti neçədir? 3, 8, 2 8. üstü 2 4. üstü 3. Üstə gələk 5 yaza bilərik, düzdür? 5-in Bəli. içində 2-nin ən böyük qüvvəti neçədir? 2'nin kvadratı. Kvadrat. Üstə gəl. 2 üstü 1. Neçə qaldı burada? 1 qaldı. 1 də 2 üstü 0 demək. Sonra nə edirsiniz? Buradan bunu geri yaza gedərsiniz. Hı -hı. Deməli, bax, 2 üstü 4, 2 üstü 3 var, 2 üstü 2 var, 2 üstü 1 var, 2 üstü 0 var. Geri yaza getsəz də, 4-dən geri yaza getsin. 2 üstü 4 var idi mi? Var. 2 üstü 3 var idi mi? Var. 2 üstü 2 var idi mi? Var. Aha, 2 üstü 1 yoxdur. Görürsünüz, onun yerinə 0 yazırsınız. 2 üstü 0 da var, 1. Bu, bilirsiniz nədir? Böyük ədədlərdə sizə çox kömür. Məsələn, indi belə bir ifadə olar da 680 neçə. Bunu 2-liyə bölüb gətirmək biraz uzun prosesdir. Amma sən 2-nin qüvvətlərini bilsən, bunu 512 plus neçə yazıb rahatlıqla yaza bilərsən. Aydındır. Mən anladın? Aydındır mənim, aydındır. Aha, yəni ki, daha böyük ədədlərdə bu bölmə biraz sərf eləmir də. Yəni bunlarla işləmək daha yaxşı olur. Aydındır qüvvətlərə Aha. belə. İndi keçəcək onluq say sistemindən 16-lıq say sisteminə keçin. Gəlin görək onluq say sistemindən Aha, o. 16-lıq say sisteminə keçiddə nə iş görür? Bircə dəqiqə. Hə. Onluq say sistemində verilmiş, məsələn, bu 29, 16-lıq say sistemində nəyə bərabər? 29-u böləcəm 16-ya. Neçə dəfə düşəcək? Bir Bir dəfə. dəfə. Bir dəfə 16, 16 düşəcək 13. 13 nə Aha, idi? 10 A-dır, 11 B-dir, 12 C-dir, 13 D-dir. bir, 1 bəli. D. De. Başa düşdük? Aydındır mənim, bəli. Aha. Sonra indi 8-liyə keçiddə deyilən qaydadan istifadə edir. Ümumiyyətlə, istənilən say sisteminə, məsələn, deyər ki, onluq say sistemində verilmiş ifadə 5'lik say sistemində nəyə bərabər? Bu arada 5'lik say sistemində də 0, 1, 2, 3, 4 var da, bilirsən. Yəni Bəli, bəli, 5 yox. komponentlər. 29-u böləcəm neçəyə? 8-ə. 8'e. 3 dəfə 8, 24, 5 düşür də. İkisi də var. 3, 5. Əgər 5. olmasaydı, burada verilən ifadə 8-likdə olmasaydı, bunu yenə bölərdim. Aydındır. Başa düşdük? Başa düşdüm mən. Əla. İndi 2 dənə nümunə yazıram. Siz yazırsınız. Sonra tərsini keçəcək. Belə bir ifadə yazırıq. 63. Bu ifadə ikilik say sistemində nəyə bərabərdir? Onluqdadır. Sonra 16-lıq say sistemində nəyə bərabərdir? 8-lik say sistemində nəyə bərabərdir? Zəhmət olmasa yaz. Aydındır. Bir də ki, tutaq ki, bunu da yazın bura.
Ya da ehtiyac yoxdur. Elə bunları yazın görüm eyni şeydir. Aha. Hesablayın zəhmət olmasa. Hesablayıram mən. Hı. Yazdım. Mən demək 8-lik say sistemində 77-yə bərabərdir. 16-lıq say sistemində 3 dəfə bərabərdir. İkili isə hələ ki hesablayırdım. Deməli, bax, 8-lik say sistemində. 8-ə 77-yə. bölsün. Belə deyək də, 7 dəfə 8 neçə elədi? 56. Bu da düşdü neçə? 7. 16-lıq say sistemində. 4 dəfəsi. 5 dəfəsi çox eləyir. 4, 5 dəfə 4, 8, 13-dən 8, 3-dən 8 çıxsa. 13-dən 8 çıxsa. 5, düzdür. Burada 1, 15. 4 F-ə bərabərdir. Düzdür. Aha. Siz deyəsən səhv tapmışdınız onu. 4, 3 F dedim, üzrsən 4 F bəli. Deyəndə də 77-yə bərabərdir 8 Üzr idi. istəyirəm, siz düz deyirsiniz. Mən səhv tapmışam. 3 3 dəfə F. bəli bəli mən. 3 Aha F. 48 3 dəfə. İkili say sistemində isə 1 0 0 0 1 1 1. Aha. İndi qulaq as. Bəli. 63-cü neyin yerdir? Bölərdiniz 2-yə. Bəli. Neçə dəfə düşər? 31 dəfə düşər. 62 31 dəfə eləyər. 1. 31-in içində 2. Neçə dəfə düşər? 15 dəfə 15 30. dəfə 31. 15-i 2-yə Aha. bölsə 7 2, 1 14 dəfə. 1. 7-i 2-yə bölsə Aha. 2 2, 6 1. 3-ü 2-yə bölsə 1 2 2 1. Bəs hamısı 1 oldu. Siz arada Mən neysə sıfırla bölün. burada səhv ola bilər. Hə, götürmüşəm. Mən əsas qüvvətləri bir də əzbərliyim gələn dərsə qədər. Digər Bəli, bəli. üsulla daha rahat olsun mənə. Yəni belə Bəli. getməyim elə dərsə. 63-ün içindəkinin ən böyük qüvvətini tez tapın. 32 plus neçə yazarsınız? 31. 31-in içindəkinin ən böyük bu qaydada rahat gedə bilərsiniz. Amma prosta əzbərləmək lazımdır. Onu Örgənin onu. əzbərləyim. Bəli, bəli. Örgənin zəhmət olmasa. Bu da getdi. Bunu anladınız? Anladım mən. Problem yoxdur. Heç bir problem Ah, yoxdur. bu oldu onluq say sistemindən. İndi istənilən Aha. say sistemindən bunu dəftərinizə yazın. Məsələn, istənilən say Yazam mən. sistemindən onluq say sisteminə keçiddə nə iş görür? Çünki sabah yadınızdan çıxacaq. Keçid. Yəni ki, bu dəfə geri qayıdacaq. 2-likdən, 8-likdən, 16-lıqdan 16-lıqdan nə edəcəyik? 10-luğa keçəcək. İndi baxın zəhmət olmasa. İkilik say sistemindən birinci keçirik 10-luğa. İkilikdən 10. onu. İkilikdən 10-luğa keçəndə, məsələn, ikilikdə belə bir ifadə verilir. 1, 0, 1, 1. Bu ifadə ikilikdədir. Bunun 10-luqdakı qarşılığı nəyə bərabərdir? 0, 1, 2, 3. Üstünü bax belə sağdan sola doğru nömrələyəcək. Və nömrələmə yadınızda qalsın. Sıfırdan başlanır. Hardan başlanır? Sıfırdan və sağdan sola. Aha. Bəli. İndi qulaq as. Bax bu 1 vurulsun. Bu 2 üstündə, 2-nin üstündə 3. Üstə Hı. gəlinsin. İndi bu 0 nəzərə alınmır, amma ki yazıram da siz başa düşəsiniz. 0 vurulsun. Aha. 2-nin üstündə 2. Aydındır. Üstə Aydın. gəlinsin. 1 vurulsun. 2'nin üstünde 1. Bir. Da gəlinsin. 1 vurulsun. 2'nin üstündə 0. 0. İndi nə edirəm? Bax, 2-nin kubu neçədir? 8-dir. 0-ı nəyə vursan 0 eləyir.
2 üstü 1 ne edir? Aha. 2. 2'ye de vuranda ne edəcək? Yenə 2'nin özü 2. edəcək. Üstə gələk. Yadında Aha. qalsın. En üstü 0 1'ə bərabərdir qayda kimi. 2 üstü 0 Ay. 1'dir. Bəli. 1'i də 1'ə vuranda ne edir? 1. 8 ilə 2 10 11. Başa düşdük? Aydın. Aydındır. Aha. Aydındır da 100%. Bəli, bəli, problem yoxdur. İndi qulaq as. Bax belə bir ifadə verilir. İndi 2-likdən 16-lığa keçid eləyək. Üzr istəmək, 16-lıqdan 10-luğa keçid eləyəcək. 16-lıqda Aha. belə bir ifadə verilir. 2 1 C. Bax belə bir ifadə verilir. Aha. 16-lıqda. İndi Aha. nə edirik bunu? Deməli bax 0 1 2 yazdı usta. 2 vurulsun 16'nın kvadratı. Usta gəlir o birisini de görüm. 1 vurulsun neçə Da olacaq? gəlib 1 vursun 16 üstü 1. Aha, usta gəlir. C neçədir? İşte geldi C de olacak bizde 12. Düzdü mü? Aha. 12 üstü 16. 12 vur 16 üstü 0. Aha. 16'nın kvadratı 256. 2'ye vuranda 512. Üstə gələk Hı hı. 16, üstə gələk 12. Bunu da toplasan neçə eləyər? 28 ilə 512 neçə eləyir? 540 mı eləyir? 540 bəli. Başa düşdünüz? Aydındır müəllim. Aha. 8'liyə keçiddə də balaca bir nümunə görsədim. Baxın. Məsələn, belə bir ifadə yazdım. 2, bir sadəsini. 8'likdən keçidə. Yenə eyni qaydadır. 2 vuraq 8 üstü 1, üstə gəlsin 4 vuraq 8 üstü 0. 2 dəfə 8 16, üstə gələk. 8 0 1'dir. 4'e vuranda neçə edəcək? 4. 16 ilə 4 20 eləyəcək. Aydındır? Bu da belə. Aydındır müəllim. İndi 2 dənə nümunə yazım. Siz yazın, keçək başqasını. Deməli, bax belə bir ifadə yazıram sizə. 1, 1, 1, 0, 1. İkilikdə. Zəhmət olmasa, onluqda təsvir edeyim. Sonra belə Aha. bir ifadə yazırıq. Bircə dəqiqə, bircə dəqiqə. D, 2, 3. Daha doğrusu D2. Çox olacaq. Yox, belə eləməyək, qoy biraz sadəsi olsun. 3, Y. 16'lıqdadır. Zəhmət olmasa hesablayın. Bir an müəllim. Zəhmət olmasa hər ikisini hesablayın. Hesab edelim. Demek birincisi eləyəcək 29. Aha. Şimdi hesab. Ha. İkincisini tapa bildiniz. Aha, ikincisini hemen bir dakika. 288 ikincisi de. Eğer səhv Deməli, bax, üstün hesablamam. nömrələrdir. 0, 1, 2, Bəli. 3, 4. 1 vuraq 2 üstü 4, üstə gəlinsin. 1 vuraq 2 üstü 3, üstə gəlinsin. 1 vuraq 2 üstü 2. Üstə gəlin. Aha, 0 sıfır vuraq hesablamadım. 2 üstü 1, üstə gəlinsin. 0'da hesablamaya ehtiyac yoxdur. 2 Aha, üstü 16, üstə gələk 8, üstə gələk 4, üstə gələk 1. 1. Neçə eləyir? 20, 29. 29. 0, 1. 3 vuraq Bəli. 16 üstü Üstü 1. 1. Üstə Üstə gəlinsin. 15 lira. 16 15 üstü vuraq 16 üstü 0. 16 üstü 0 ne? 1 götürübsünüz, eləmi? 1. Bəli. 16 üstü 0, 1. 15'i 1'e vurdunuz. 15 elədi. 3, Ha, ha, 16'ya vuram. 16 götürübsünüz, eləmi? 16 üstü 0'ı. ha, mənim vacib aydındır indi.
Mən bu 16 üstü 0 ilə götürdüm promo 15-i 16-ya vurdum. Ona görə məndə Yo yo bak 288-ə 16.01'di. 15 1'e vurduk 15. Bu da 3'ü 16 yapınca 48. 48 ile de 48. 15 neçə eləyəcək? 63. Aha, 58, 63. Başa Bəli. düşdük mü? Başa düşdüm, heç bir Aha. problem yoxdur. Bu da belə. İndi nədən danışacağıq? Baxın. 8'lik say sistemindən yadınızda qalsın. 16'lıq say sisteminə birbaşa keçid yoxdur. 16'lıqdan 8'lik say sistemi yenə deyirəm, qəbula düşmür. Bunlar arasında keçid eləmək üçün testlərdə birdən qabağınıza çıxar deyə deyirəm. Qaydalar var. Onlar da deyəcəm. Onluğa gəlib sonra keçə bilərsiniz. Bir say sisteminə yaxud ikiliyə gəlib keçə Problem deyiləm. bilərsiniz. Hansı heç Danışın. yoxdursa onlara vaxt ayırmayaq. Biz əsas nə düşəcəksə onlara Bəli, fokuslamaq. əlbəttə ki, Yoxsa bəli, bəli. ehtiyac yox Bəli, buna. bizə deyil. İndi nədən danışacağıq? İndi ikilik say sistemindən 16'lıq say sisteminə keçid yaxud geri qayıtma. İkilik say sistemindən 16'lıq say sisteminə keçmək üçün nə etmək lazım? Deməli, bax, ikilikdə belə bir ifadə verir. Bax, belə bir şey verir. Bu ifadə deyir ki, Aha, 16'lıq say sistemində nəyə bənzər? Bunu onluğa aha. gətirib sonra 16'lığa keçirə bilərsən. Amma bu çox uzun məsələdir. Amma bunun üçün başqa yol var, indi deyəcəm. İkilik say sistemində verilmiş ifadəni 16'lıq say sisteminə çevirməyimiz üçün biz nə edə bilərik? Bunun üçün istifadə edəcəyik 8, 4, 2, 1 qaydasını. Hı Və hı. 16 2 üstü 4'dür. Ona görə bunu 4 böləcəyik sağdan sola doğru. 1, 2, 3, 4. 1, 2, 3, 4. Düzdür? Çatmayanda da qabağına 3 dənə 0 əlavə edəcəyik. Üstünə yazacağıq 8, 4, 2, 1. 8, 4, 2, 1. 8, 4, 2, 1. Buraya da yazdık mı? İndi qulaq as. Aydındır, bəli. Aha, bu qaydada yazandan sonra hasının altında bir var, onları topla. Deməli, bax, diqqət eləsəz 8 ilə 4'ün altında bir var. 8'in üstə 4 gəldi neçə eləyəcək? 12. 12. Sonra bir də 1'in altında bir var, 13. 13 16'lıqda neçəyə bərabərdir? 10A, 11B, 12C, 10 12D. D hərfini, bəli. Başa düşdünüzmü bunu? Süh, aydındır mənim. Hansılarda bir var Aha, toplayırıq. Devam 4 ilə qayda 2'nin altında bir var. Bura 6. Burada da sadece 1'in altında bir var. Burada 1. İndi bunları da yanaşı yazırsınız sonra. 1, 6 de. Aydındır? aydındır Aha. mənim. İndi bunu geri qaytaracağım. 16'lıqdan 2'liyə geri qaytaracağım. Məsələn, bax bu verilən ifadəni indi geri qaytaracağım. Onda siz nə edin? 1, 6 de. Bunu Hı ayrı-ayrı hı. belə uzun məsafədə yaz. Altına yazın. 8, 4, 2, 1. 8, 4, 2, 1. Elə bil 16'da yazılmış bu ifadəni 2'liyə geri qaytarır. Hı hı. Elədiyimi tam bu 13 deməkdir. 13 burada neçə ilə neçənin cəmidir? Mənim 8'in hansılarda ki 4'ün bir var idi 1'i. onların. Bəli, Bəli. 8'in 4'ün 1'in cəmidir. Onların altında Bəli. 1 yaz. Aha. 6, 4'ün 2'nin cəmidir. Onların altında 1 yaz. Qalmaz. Bir Bir də ki, tek burada bir. heç nə. Yəni elə bir yox. Aha. Deməli onda 1, sonra bu ifadə 0, 1, 1, 0. Sonra bu ifadə 1, 1, 0, 1. Aydındır? Aydındır mənim, aydındır. Bu belə. Problem. İndi 2 dənə nümunə yazdım. Siz yazın. Sonra keçək testlərin üzərində bunu ətraflı daha danışın. Aha. Belə bir yazı yazılıb. Ee, belə deyək də, bax. Bizə deyək, bizə deyək. Bu ədəd ikilikdədir. Zəhmət olmasa bunu 16'lığa çevirin. Aha. Bir də belə bir ifadə yazılıb. Bunu da zəhmət olmasa 16'lıqdadır. İkiliyə qaytarın. Aydındır. Gözləyirəm sizi. Birincisi dediyinizdə mən eləyəcək 3B7 Aha, cavab. yazacağım yaxşı şimdi. Hı -hı. İkincisini də edim.
Aha, ikincisi də mənim eləyəcək 0 0 1 0 1 1 0 0. Aha. Deməli, neynədiniz? 4-4 Orada böldünüz. aha 4 4 böldüm müəllim. Üstü 8, 8 1 2 4, 1. 2, 1. 8, 4, 2, 1. 8, Bəli. 4, 2, 1. Deməli, bura neçə elədi? Bura Ora elədi elə 7 7. Bura elədi 11 yəni B. B. Bura elədi 3. 3B 7. Bəli. Bu Bunu C. da müəllim aha 8 4 0 1 ilə hər ikisini 8, 4, böldüm. 2, 1. 8, 4, 2, 1. Aha. C olduğuna görə 12. 12 də 8 ilə 4'tü 1 1 yazdım. Diğerləri 0 0. Diğerində isə sadəcə 2'nin altında müəllim qeyd elədim biri, diğerləri də 0 0 0. nəzərə almırıq. 1, 0, 1, 1, 0, 0. Aydındır? Qabaqda 0 olanda nəzərə alınmır. Aydın Bəli, müəllim. bəli. Aha. Aha. Söhbət. Sualımız yoxdursa, indi belə deyək də, keçək məsələlər üzərində müəyyən başqa məsələlər var. Onları bir yerdə həll edək buna. Keçə bilərik mənim üçün. Yəni heç Link, bir problem yoxdur hələ aha. ki. Linki yeniləyib başlayaq. Yaxşı.